Bakı Təyyarə Meydanı SSR Ali Soveti Rəyasət Heyətinin dəvəti ilə ölkəmizə rəsmi görüşə gəlmiş Türkiyə Respublikasının Prezidenti Cövdət Sunayı Sovet Azərbaycanının paytaxtı qonaqpərvərliklə qarşıladı. Sülh, dostluq niyyəti ilə ölkəmizə gələn xarici qonaqları, dövlət xadimlərini sülhsevər xalqımız gülər üzlə, mehribanlıqla salamladı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətində Türkiyə Prezidentinin Respublikamızın hökumət üzvləri ilə görüşü səmimi və qarşılıqlı anlaşma şəraitində keçdi. Hörmətli qonaq və onu müşahidə edən şəxslər Bakının görməli yerlərini gəzdi, Respublikamızın paytaxtının abadlıq işləri ilə tanış oldular. Prezident Cövdət Sunay 50 yaşlı Azərbaycan Dövlət Universitetinin də qonağı oldu. Universitetin rektoru Mehdi Əliyev hörmətli qonağa Azərbaycan Dövlət Universitetinin yubiley medalını hədiyyə verdi. Qonaqlar, universitetin laboratoriyalarında aparılan tədqiqat işləri ilə, müəllimlərin əyani tədris üsulu ilə tanış oldular, tələbələrlə səmimi söhbət etdilər. Türkiyə Prezidenti Cövdət Sunay Respublikamızdan xoş təəssüratla vətənə qayıdır. Türkiyə Respublikası Hökumət Başçısının ölkəmizə rəsmi səfəri hər iki ölkənin iqtisadi və mədəni əlaqələrinin inkişaf etməsinə, bütün dünyada sülhün daha da möhkəmlənməsinə xidmət edəcəkdir.